Salam dostlar, Dafamen buradadır. Burj Al Arab, Dubayın ən bahalı 7 ulduzlu mehmanxanasındayıq. İndi mən sizə gecəsi 20.000 dollar olan otağı göstərəcəm. Pulsuz. Dostlar, bir qəpiksiz. Ona görə like koyun, komment yazın. 34.000 manata gecəsi olan otelin nömrəsinə baxmağa gedirik. Bütün o smistitillər falan qızıldandır dostlar. Gəlin görəcəksiniz. Hər yan lüksdür. Yəni baxdıqca baxırsan, yəni bunu yaşamağa dəyər dostlar. Qapıya baxın. Otaq nömrəsinin qapısıdır. Hoş gəlmişsiniz. Gəlin keçin. Bu birinci mərtəbədir. Birinci mərtəbədə bizi belə yekə geniş qonaq otağı qarşılayır. Hər addıma baxırsan ki, pul yağır dostlar. Hər yer bax qızılı, nə bilim, lüks baroko tərzidir də. Başqa nə deyəsən buna? Baxın, belə bir mənzərə açılır. Bu birinci mərtəbədir. Birinci mərtəbədən, bu nə bilim, onlar haradasa bir 120 kvadrat metrə. Buradan qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbənin pilləkəni, pirilası qızılı rənglə, hamamı, tuvaleti, jacuzzisi qalxırıq. Dostlar, bu pirilalara baxın. Siz bura turist kimi gələ bilərsiniz, bu tərəfə buraxmayacaqlar. Qıraqdan baxırsınız, mehmanxananın qarşısında şəkil çəkirsiniz. Amma bu cür otağı götürüb əgər imkanınız varsa, özünüzə layiq bilin. Çünki o qədər möhtəşəmdir. Həyatda baxışınız dəyişir burada bir gün qalandan sonra. Buradan gəlirik biz hamam tuvalet otağına. Bakın dostlar, bunlar hamısı təbii qızıl suyuna batırılmışdı. Yani bunlar qızıl imitasyonu değil, qızılı renk değil. Qızıldır dostlar, qızıl. Bakın, bu unitazın yanı falan hamısı qızıldandır. Böyle bir jacuzzi, duş, bide, ayak yolu. Yani burada yani oturup ancak yaxşı şeyler barədə fikirləşmək olar da. Yaxşı mühitdə, yaxşı proyektlər, milyonluq layihələr burada oturarkən insanın ağlına gəlir. Buradan gedirik. Yeri gəlmişkən eyni zamanda otağa girərkən bir dənə qadın üçün, bir dənə kişi üçün Hermesin bahalı 200 avroluq ətirindən qoyublar. Yəni bu da otağın qiymətinə daxildir. Bura qardırobdur, əyninizi dəyişdiniz, hazırlaşdınız və yataq otağı. 20.000 dollar ödədikdən sonra harada yatırsınız? Gəlin. Dostlar, baxın, bura mənzərə, yəni mənzərə bugünkü gün ödənilən pulun haradasa bir 50%'dır. Buradan televizor çıxır. Nə baş verir? Gecə yarı dəniz mənzərəsi olur qaranlıq. Pultla televizor buradan çıxır. Kravat, yataq 3 metrədir dostlar. 3 metrə king size kral ölçüsündə bir yataqdır və salam. А что вы здесь делаете? Ha! Burada isə otağın içində əslində bu xanım bizləndir. Otağın içində daxil deyil. Amma ümumilikdə bu mühit çox möhtəşəmdir, çox fantastikdir, çox gözəldir. Və nə bilim, hər gün qalmağa yox, amma ömrünüzdə bir dəfə gəlib bunu yaşamağınızı mən sizə arzuluyuram. Dafamen buradadır, Dafamen Dubaydadır.